Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev açıqlamasında deyib, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən olunması, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Mövzu ilə bağlı redaktor ASA danışan Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov deyib ki, Azərbaycanda son 2 ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedib. Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti pis vəziyyətdədir. Azad İstehlakçılar Birliyi ilə dövlət səmərəli əməkdaşlıq qurmur. Əgər belə bir siyasət aparılarsa, quzu kəsiminə və ya başqa kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsəcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaqdır. Bu çox səhv bir yanaşmadır. Fərqli fəaliyyət göstərmək lazımdır. Kim istəyirsə qocalmış ətləri yesin, buyurun yesinlər. Bu səhv siyasətdir. 1982-ci ilin Sovet siyasətini xatırladır, deyə Hüseynov qeyd edib.